Duzlar, metal atomu ilə birləşmiş turşu qalığından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Duzlara bir neçə cür tərif vermək mümkündür. Əvvəla gəlin baxaq görək, mən duzların belə deyək, təsnifatından adlandırılmasından öncə duzların əmələ gəlmə qaydalarının izahını vermək istəyirəm. Biz bildiyiniz kimi oksidlər, turşular və əsaslarla artıq tanışıq. Oksidlər təsnifatın yada salaq, dedik oksidlər əsasi, turşu, amfoter qarışıq olmaqla 4 qrupa bölünürdü. İndi orada amfoterlərlə qarışığı bir kənara qoyuruq. Əsasi oksidlərdən suda həll olan qələvi metalların oksidlərini nəzərdə tuturam. Əsasi oksidlər su ilə qarşılıqlı təsirdə olub əsas əmələ gətirirdilər. Turşu oksidləri su ilə qarşılıqlı təsirdə olub turşu əmələ gətirirdilər, düzdürmü? Demək oksid biz belə düşünsək ki, əgər oksid əsasa və turşuya başlanğıc verirsə, yəni oksid əsas və turşu əmələ gətirirsə, əsas və turşu da birləşib birlikdə duz əmələ gətirirlər. Duzun əmələ gəlmə sxeminə, məsələn, bir dənə nümunə əsasında baxaq. Bir dənə əsaslara aid nümunə yazıram. Tutaq ki, natrium hidroksid. Üzərinə gəlirəm bir dənə ixtiyari turşunu, məsələn, H-xlor gəlirəm. Əsaslarla turşuların qarşılıqlı təsirindən alınan mürəkkəb maddələrdə duzlar. Necə əmələ gəlir duzlar? Əsası əsas edən qrupa nə idi? OH qrupu. Yəni biz OH qrupunu görürdüksə, deyirdik ki, bu mürəkkəb maddə əsaslar sinfinə aiddir. Turşunu turşu eləyən nə idi? Hidrogen, yəni H müsbət ionu. H müsbət ionun hidrogenini görürdüksə, qeyri-metalların və ya da qeyri-metal qrupasının yanında deyirik ki, bu turşudur. İndi əsası əsas edən belə izah etməyə çalışacağam. Əsası əsas edən OH-la turşunu turşu edən H maddələrin tərkibindən çıxarsa, yerdə qalan hissələrin birləşməsindən əmələ gələn mürəkkəb maddə duz adlanır. Və yaxud da əsasların metal hissəsi ilə əsası əmələ gətirən metalla turşunun qalığının birləşməsindən alınan mürəkkəb maddədir duz. Necə əmələ gəldi? Bir də baxaq. Deməli, onda əsasın tərkibindəki hidroksil qrupu çıxdı. Yerdə qaldı natrium. Turşunun tərkibindəki hidrogen də çıxdı. Yerdə qaldı xlor. Əsasda OH tərk elədi. Turşunu H tərk elədisə, yerdə qalan natriumla, yəni metalla, qeyri-metal da birləşib mənə verdi duzu. Bəs OH-la H hara getdi? Bir OH qrupu ilə bir H, yəni bir OH ionu ilə bir H müsbət ionunun birləşməsindən əmələ gəlir su. Deməli, burada həm də duzla yanaşı OH və H ionlarının saylarından asılı olaraq su əmələ gəlir. Deməli, bir də təkrar edirəm. Duzlara bir neçə cür dedik tərif vermək mümkündür. Ya ilk başlanğıcda dediyim kimi deyirik, metal atomu ilə birləşmiş turşu qalığından ibarət mürəkkəb maddələrə duzlar deyilir. Və yaxud da digər təriflərini necə verə bilərik? Bunu biz öz yanımızdan, yəni necə yadda saxlaya bilərik? Duz əsasla turşudan əmələ gəlir. Duzu əsasla turşu əmələ gətirir. Baxın, ya əsas öz tərkibindəki OH-ın yerinə turşu qalığı qoyur. Yəni əsasın tərkibindəki OH-ı götürüb yerinə turşu qalığı qoyuramsa duz əmələ gətirirəm və yaxud da istənilən turşudakı hidrogen atomu, biz turşular mövzusunu keçəndə nə demişdik? Dedik ki, metalla əvəz oluna bilən hidrogen atomundan ibarət olan mürəkkəb maddələrə deyirik də turşular. Bax, həmən o hidrogen atomunu götürüb yerinə istənilən metalı və yaxud da ammonium ionunu qoysaq, onda belə gələn mürəkkəb maddə olur duz. Duzların təsnifatı. Duzlar 5 sinfə bölünür. Normal duzlar, turş duzlar, əsasi duzlar, qarışıq duzlar və 2 qat duzlar. Buradan da hər birisini aydın görürsünüz. Gəlin hər bir duzun, normal duzunda, turş duzunda, əsasinin, qarışığın 2 qat duzunda nə olduğuna, yəni bunların bir-birindən fərqləndirən xarakterin, xasiyyətin, xüsusiyyətin nə olduğuna baxaq və bu duzların necə əmələ gəlmə qaydalarını öyrənək. Birinci baxaq normal duzlara.
Normal duzlar əsaslardakı hidroksil qruplarının sayı ilə turşudakı hidrogen iyonlarının sayı eyni olduğu təqdirdə əmələ gəlir. Yəni, əsasın tərkibindəki OH-ın hamısı turşunun tərkibindəki H-la, yəni hidrogenlərlə birləşirsə, tam birləşmə gedirsə, yəni OH qruplarının sayı neçə dənədirsə, hidrogen qrupları, hidrogen atomlarının da sayı o qədərdirsə, onda mütləq şəkildə normal duz əmələ gəlir. Və yaxud da normal duzun tərifində deyə bilərik ki, yalnız metal atomu və turşu qalığından ibarət mürəkkəb maddələrdir duzlar. Yalnız metal atomu, normal duzlar daha doğrusu, yalnız metal atomu və turşu qalığından ibarət maddədir. Deməli, normal duzun tərkibində normal duz elə əmələ gəlməlidir ki, elə bir şəraitdə əmələ gəlməlidir ki, duzu əmələ gətirən əsasın tərkibindəki OH qruplarının sayı ilə turşunun tərkibindəki hidrogenlərin sayı mütləq şəkildə bir-birinə bərabər olmalıdır. Məsələn, aşağıdakı reaksiyaya baxaq. Bu reaksiyada əgər burada verildiyi qaydada getsəydi, burada əsla normal duz əmələ gəlməzdi. Tutaq ki, heç reaksiyanın sağ tərəfini bizə verməyibdir. Burada hansı şəraitdə normal duz əmələ gələr? Birinci reaksiyada iştirak edən maddələrə fikir verin. Kalium hidroksidlə sulfat turşusu iştirak edib. Kalium hidroksidin tərkibində 1 molun tərkibində 1 dənə OH qrupası var. Sulfat turşusunun 1 molun tərkibində isə 2 dənə hidrogen atomu var. Görsünüzmü, hidrogen atomun sayı OH-ın sayından çox oldu. Amma biz elə etməliyik ki, tam suyun alınmaq üçün. Hidrogen atomu sayı neçədənsə, OH da o qədər olmalıdır. Onda burada normal duzun alınmaq üçün kalium hidroksidinin qarşısına bir dənə 2 yazıram. Alınır nə? Kalium sulfat və su. Gördüyünüz kimi əmələ gələn duzun formuluna baxanda mən görürəm ki, bu duzun tərkibi yalnız metal və yalnız bir növ turşu qalığından ibarətdir. Normal duzların formullarının tərtibi. Ümumiyyətlə, duzların formulunu biz necə tərtib edirik? Məsələn, burada sadə nümunədə duzların formullarının tərtib olunma qaydasını izah etmişəm. Uşaqlar, duzları əmələ gətirir metal və turşu qalığı. Metalın yanında turşu qalığına baxırıq, metalın valentliyini nəzərə alırıq və turşu qalığının valentliyini nəzərə alıb duzların formullarını biz çıxardırıq. Məsələn, baxıram natriumun xlorid turşusu ilə əmələ gətirdiyi normal duzu, yəni natrium xloridi. Natrium xloridin formulunu necə çıxardıram? Natrium metalı, əlbəttə ki, biz bildiyimiz kimi sabit bir valentli metaldır. Natriumun valentliyinin üzərində qeyd edirəm. Natriumun yanına yazdığım xlor hardan gəlib? H-xlordan gəlib, düzdür? H-xlordakı hidrogeni çıxardıb yerinə natrium qoyubdur. Onda bu xlor atomu, buradakı xlor, yəni duzun tərkibində qalan xlorun valentliyi mən necə öyrənim? Bu xlor H-xlordan gəldiyinə görə neçə dənə hidrogenin özündən verib ki, gəlib durub bu natriumun yanında? Görürsünüz, bir dənə hidrogeni çatmır bunun. Bir dənə hidrogeni o özündən verib. İtirdiyi hidrogenin sayı qədər turşu qalığı valentlik göstərir. Onda xlorun valentliyi olur 1. Natrium da 1-dir, xlor da 1-dir, ixtisar gedir. 1-1 olduğuna görə indeksdə heç nə yazılmır. İndi gəl natrium sulfatın formulunun tərtibinə baxaq. Natrium SO4. Düzdür? Natrium metalı sabit bir valentli metaldır. Mənə qalır turşu qalığının valentliyini tapmaq. SO4 hansı turşunun qalığıdır? Tez nəzərə salıram. Sulfat turşusunun qalığıdır. SO4 gəlib bu duzun içərisinə çıxana qədər neçə dənə hidrogenin itirib? Görürsünüz, 2 dənə. 2 hidrogenin itirdiyi hidrogenin sayı qədər SO4-ün valentliyi var. Onda SO4 özü bütövlükdə 2 valentlidir. Çarpaz şəkildə indekslərə yazsam, natriumun 1 SO4-ün ayağında yazılmır, SO4-ün ikisi natrium indeksinə yazılır, alınır natrium sulfat. Daha sonra turş duzlar. Əmələ gələn duzun tərkibində turşunun qalığında, belə deyəm, turşudan hidrogen ilişib qalırsa, əgər duzun tərkibində, onda bu duz turş duz adlanır. Məsələn, turş duzlara aid bir dənə misal yazıram. Natrium hidrosulfat və yaxud da kalium dihidro orta fosfat.
Duzlara fikir verəndə mən görürəm ki, bu duz az öncə biz natrium sulfatı yazmışdıq, yadınızdaydısa. Yəni ki, bu duz natrium hidrosulfat. Nələrin birləşməsindən əmələ gəlib? Natrium metalı ilə sulfat turşusunun birləşməsindən əmələ gəlib, düzdür? Burada amma fikir verirəm ki, sulfat turşusunun formulunu yazıram bir kənarda. Sulfat turşusunda 2 ədəd hidrogen atomu var. Görsünüzsə, burada bu 2 hidrogen atomundan biri ilişib qalıb turşunun içərisində. Onda bu duz, turşu deyirəm, üzr istəyirəm, duzun içərisində qalıb. Onda bu duz olur turş duz. Niyə? Bu hidrogen turşunu təmsil elədiyinə görə bunu belə də yadda saxlaya bilərik. Hidrogen deyən kimi ağla gəlir turşu. Onu duzun tərkibində hidrogeni gördünüzsə, bilin ki, o turşudan ilişib qalıbdır. Bu duzda olur turş duz. Turş duzlar hansı şəraitdə əmələ gəlir? Əgər reaksiyada duzun əmələ gəlməsində iştirak edən əsaslarla turşulara baxıram. Əgər turşuların tərkibindəki hidrogenlərin sayı hidroksid qruplarının sayından çoxdursa, onda bu zaman burada turş duz əmələ gəlir. Məsələn, tutaq ki, natrium hidroksidin üstünə sulfat turşusu gəlirəmsə və bu reaksiyanı birin birə aparıramsa, yəni bundan da 1 mol, bundan da 1 mol götürürəmsə, bu zaman burada turş duz əmələ gəlir. Niyə? Baxan kimi yenə rahatlıqla tapa bilirik. Niyə? 1 mol natrium OH-ın içərisində bir dənə OH qrupası var. 1 mol sulfat turşusunun içərisində də birində 2 dənə hidrogen atomu var. 1 OH-ım var, 2 H-ım var. Bu bir dənə OH-ı suya çevirmək üçün mənə bircə dənə H lazımdır. Bu hidrogenin biri getdi, bu OH-ın yanına su əmələ gətirir. Yerdə qalan hidrogen də duzun tərkibində qalır. Yəni əmələ gəlir natrium HSO4. Turş duzların formullarını biz necə tərtib edərik? Məsəl üçün, burada ən yaxşı misal ortofosfat turşusunun duzlarıdır. Ortofosfat turşusunun formulunu yada salırıq. H3PO4. Ortofosfat turşusunun turş duzlarına və normal duzlarına baxaq və üçündə formulların tərtib edək. Məsələn, tutaq ki, ortofosfat turşusu, baxıram bunların hər birində 1 valentli metalla. 1 valentli metalın əmələ gətirdiyi normal duzun formulunu mən necə yazaram? Tutaq ki, kalium metalı ilə yazıram. Metalı yazırıq. Sonra normal duz deyirəmsə, hidrogenə baxmıram. Turşunun qalığına baxıram. Kaliumun yanına PO4-ü atıram. İndi gəlirəm formulu çıxartmağa. Bu formul düz deyil, formulu indi düz çıxardacağım. Kalium 1 valentli metaldır. Turşu qalığının valentliyi neçə olar? Az öncə dediyim kimi, PO4, H3PO4-dən gəlib. Neçə dənə hidrogenin itirib? 3 dənə hidrogeni yoxdurmu? Yoxdur da yanında. 3 hidrogen yanında yoxdursa, onda PO4 özü qrup şəklində 3 valentlik göstərir. Çarpaz şəkildə indeksləri yazsam, duzumun formulu olur kalium 3 PO4. Ortofosfat turşusu 2 tip turş duz əmələ gətirə bilir. 1. Bu 3 hidrogendən ya biri əvəz olunar metalla, ikisi qalar duzun tərkibində H2PO4 və yaxud da 3 hidrogendən ikisi metalla əvəz olar, biri ilişib qalar duzun tərkibində. Hər ikisinin verdiyi elə kalium metalı ilə əmələ gətirdiyi duzlara baxaq. Tutaq ki, kalium dihidroortofosfata baxıram. Yenə metalı yazıram. Dihidroortofosfatın yazıram, bura qeyd edirəm. İndi formulu necə çıxardırıq? Kalium az öncəki kimi yenə 1 valentli metaldır. Bəs H2PO4 necə valentlidir? Yenə baxıram, H2PO4 nədən gəlib? H3PO4-dən. Bu, buradan gələnə qədər neçə dənə hidrogenin itirdi? 3 hidrogeni var idi, bunun ikisi qalıb. Bir hidrogeni kəmdirmi? Ona görə H2PO4 özü bütövlükdə 1 valentlik göstərir. Duzun formulu olur kalium H2PO4. Növbəti duza baxaq. Kalium HPO4. Kaliumun yanına hidroortofosfat iyonu yazıram. Kalium 1 valentli metaldır. Hidroortofosfat iyonu, yəni HPO4-ün valentliyi neçə olar? Yenə HPO4, H3PO4-dən gəlib, 3 hidrogendən biri qalıb içəridə, ikisini itirdiyinə görə HPO4 özü olur 2 valentli. Duzun formulu olur kalium 2, HPO4.
Əsasi duzlar. Əsasi duzların da tərkibində elə adından da göründüyü kimi əsaslardan əgər hidroksid qrupu duzun tərkibində ilişib qalırsa, onda bu duz olur əsasi duz. Məsələn, əsasi duzlara misal yazıram. Tutaq ki, kalsium OH xlor. Necə olur əsasi duz əmələ gəlir? Məsəl üçün, elə bu kalsium OH xlorun, yəni kalsium hidroksid xloridin əmələ gəlməsinə baxaq. Kalsium hidroksid, kalsium OH2 üstə gərək H xlor. Əgər kalsium hidroksidlə H xlor 1-in 1-ə nisbətində reaksiyaya gedərsə, mən baxıram yeni OH-dan H-ın sayına. 1 mol kalsium hidroksiddə 2 hidroksid qrupu, 1 mol H xlorda 1 hidrogen atomu var. 2 OH, 1 H. 1 hidrogen 1 OH-ı aparır, 1 OH ilişib qalır harda? Duzun tərkibində. Onda əmələ gəlir nə? Kalsium. OH-ın biri gedir, qalır bir dənə OH. Buradan gedən hidrogen də, yəni xlor da hidrogenin itirir, gəlir keçir bunun yanına. Plus su. Əmələ gələn duz olur əsasi duz. Yenə deyirəm, turş duzlarda dediyim kimi. Duzun içərisindəki hidrogeni gördünüzsə, bilin ki, bu turş duzdur. Niyə o hidrogen turşudan qopub qala bilər ancaq? Duzun içərisində OH qrupu gördüksə, bilirik ki, artıq bu əsasi duzdur. Niyə? Çünki OH qrupu əsasın tərkibində olur, ancaq oradan qala bilər duzun içərisində. Əsasi duzlarda formulları necə çıxardırıq? Elə kalsium hidroksixloriddə baxaq. Siz bilirsiniz ki, kalsium 1 valentli və 2 valentli metaldır, düzdürmü? Xlor, H xlordan gəlib, bir hidrogeni itirib gəlib, 1 valentlidir. OH da 1 valentlidir. Yəni, metalın valentliyi OH qruplarının sayı ilə turşu qalığının valentliklərinin cəminə bərabər olmalıdır. Əsasi duzlar hansı təqdirdə əmələ gəlir? Reaksiyamızdan da gördüyümüz kimi, istənilən reaksiyada əgər OH qruplarının sayı H qruplarının sayından çoxdursa, onda burada əsasi duz əmələ gəlir. İndi burada bizim gəlin baxaq, əsas 2 dənə məsələmiz var. Yadda saxlayın. Bir əsaslı turşular, məsələn, H xlor, HNO3 və s. H xlor, H brom, H yod və s. en sayda yaza bilərik. Bir əsaslı turşular heç vaxt turş duz əmələ gətirə bilmirlər. Və yaxud da bir turşulu əsaslar eyni qayda ilə, məsələn, kalium hidroksid və s. Bir turşulu əsaslar da heç vaxt əsasi duz əmələ gətirə bilmirlər. Səbəbi bilirsiniz nədir? Çünki xlorid turşusunun tərkibində bircə dənə hidrogen var. O hidrogeni də istər 1 valentli olsun, istər 2 olsun, istər 3 olsun, bir növ metal atomu ilə əvəz edə bilər. Yəni, o hidrogen gedir metal atomu ilə əvəz olunmağa. Day bu turşu qalığının içərisində hidrogen yoxdur ki, turşda artıq o duzun içərisində ilişib qala bilsin. Buna görə də yadda saxlayırıq, bir əsaslı turşular turş duz əmələ gətirə bilmirlər. Bir turşulu əsaslar, yəni tərkibində bir dənə OH qrupu olan əsaslar da əsasi duz əmələ gətirə bilmirlər. Məsələn, az öncə dediyim bir dənə qayda var idi. Dedim, əgər OH qrupunun sayı H-ın sayından çox olarsa əsasi və yaxud da əksinə H OH-dan çox olarsa turş duz əmələ gələr də, düzdür. Tutaq ki, sizə belə bir dənə reaksiya verər. Məsələn, deyirəm, natrium OH üstə gərək H2SO4. Deyir ki, natrium OH-dan 5 mol, sulfat turşusundan da 1 mol götürsəm, hansı duz əmələ gələ bilər? Çox uşağın etdiyi səhv nədir? Deyir ki, hidroksid qruplarının sayı 5 dənədir, hidrogenin sayı 2 dənədir. OH-ın sayı H-ın sayından çoxdursa, burada əsasi duz əmələ gələr. Xeyr. Niyə? Burada heç vaxt əsasi duz əmələ gələ bilməz. Burada normal duz əmələ gəlir. Niyə əsasi duz əmələ gəlmir? Çünki bir turşulu əsasdır. Bunun bir OH-ı var. O OH-ın da yerinə sulfat turşusunun qalığı keçir. Yəni, o OH-dan artıq yoxdur ki, ilişsin turşunun tərkibində, duzun tərkibində qalsın. 2 qat duzlar. Əgər duzun tərkibində 2 növ
müxtəlif metal atomu olarsa, bu zaman bu duzlar ikiqat duzlar adlanır. Və yaxud da ikiqat duzların tərifini belə verə bilərik. Turşunun tərkibindəki hidrogen atomları müxtəlif ayrı-ayrı metallarla əvəz olunarsa, onda ikiqat duz əmələ gələr. Yəni onda belə çıxır ki, ən az 2 müxtəlif metoddan danışıramsa, onda ikiqat duzlar mütləq şəkildə ən az 2 əsaslı turşudan əmələ gələ bilərlər ki, məsəl üçün, sulfat turşusundan 2 qat duz biz əmələ ala bilərik ki, niyə? Çünki hidrogen sayı ən az 2-dən olmalıdır ki, onların hər birini 2 müxtəlif metaldan əvəz edək. Məsələn, sulfat turşusunun bir dənə 2 qat duzunu alaq. Hidrogen atomunun birini natriumla, birini kaliumla əvəz edirəm. Onda mənim alacağım duz olar nə? Natrium, kalium, sulfat. Vəssalam. Əgər turşu qalığının yanında hidrogen atomlarının əvəzinə 2 müxtəlif növ metal atomu gördünüzsə, bilin ki, bu 2 qat duzdur. 2 qat duzların da formulları nəyə əsasən çıxardırıq? Metalın valentliyinə diqqət eləməliyik, bir də turşu qalığının valentliyinə diqqət etməliyik. Və son olaraq qarışıq duzlar. Qarışıq duzlar nədir? 2 qat duzlarda 2 müxtəlif metaldan danışdıq. Qarışıq duzlarda artıq 2 müxtəlif turşu qalığından təşkil olunan duzlardan danışırıq. Yəni əgər duzun tərkibində 2 müxtəlif növ turşu qalığı varsa, bu duz olur qarışıq duz. Turşu qalığı biz duz əmələ gətirən zaman nəyin yerinə turşu qalığı qoyurduq? Əsasın tərkibindəki OH qruplarını götürüb yerinə turşu qalığı qoyduq da, düzdürmü? Onda əgər 2 müxtəlif növ turşu qalığı qoyuramsa mən bu əsasın yanına, onda bu əsasda minimum OH qrupunun sayı neçədən olmalıdır ki, mən ondan qarışıq duz alım? Minimum 2 dənə olmalıdır. Məsələn, kalsium OH2. Bunun 2 dənə OH qrupu var. Hər bir OH qrupunun yerinə müxtəlif növ turşunun qalığını qoysam, məsəl üçün OH qrupunun hər biri 1 valentlidirsə, onda mən 1 valentli, yəni bir əsaslı turşunun qalığını qoyuram. Tutaq ki, bir OH qrupunun yerinə xlor, bir OH qrupunun yerinə NO3 nitrat turşusunun qalığını qoysam, alacağım duz olar nə? Kalsium, xlor, nitrat. Duza baxan kimi görürəm ki, burada xlorid turşusunda qalığı var, nitrat turşusunda qalığı var. 2 müxtəlif növ turşu qalığı varsa, bu duz olur qarışıq duz.